Heç fikirləşmisiniz, kompüterlə onun öz dilində necə danışmaq olar? Gəlin bugün birlikdə Azərbaycanda hazırlanmış bir Python dərsliyinə nəzər salaq və görəcəyik ki, kodlaşdırmanın sirlərini açmaq əslində heç də düşündüyümüz qədər çətin deyil. Baxın, elə işə bu çox güclü fikirlə başlayırıq. Az kodlarla böyük layihələrə imza atılır. Yəni, bütün məsələ səmərəlikdə və yaratdığın təsirdədir. Səyahətimizin marşrutu da çox aydındır. Əvvəlcə o ilk qığılcımdan başlayacağıq. Yəni, Python nədir sualına cavab tapacağıq. Sonra kompüterlə ilk sözlərimizi danışacağıq, ona ağıllı seçimlər etməyi öyrədəcəyik və ən sonda bütün bu öyrəndiklərimizi birləşdirib öz proqramımızı yaradacağıq. Yaxşı, gəlin başlayaq. Hər şey o ilk qığılcımla alovlanır, elə deyilmi? Bəs proqramlaşdırmada bu qığılcım nədir? Gəlin ilk olaraq Python'ın nə olduğunu və niyə onun bu qədər güclü bir alət sayıldığını anlamağa çalışaq. Deməli, Python'ın bu qədər məşhur olmasının bir səbəbi var. O, təsadüfən ortaya çıxmayıb. Tam 1990-cı ildə Guido van Rossum onu yaradanda bir məqsədi var idi. Həm güclü olsun, həm də öyrənmək çox asan olsun. Yəni, əsas ideya odur ki, ən mürəkkəb fikirləri belə mümkün qədər az və sadə kodla ifadə edə biləsən. Və əgər Python'un gücündən şübhəniz varsa, sadəcə kimlərin ondan istifadə etdiyinə baxın. Söhbət təkcə kiçik proyektlərdən getmir. Google, NASA, Pixar, YouTube bu siyahını uzatmaq olar. Yəni, dünyanın ən böyük, ən innovativ şirkətləri, hətta kosmik agentliklər belə öz işlərini məhz Pythona etibar edir. Yaxşı, bu qədər güclü bir alət, bəs biz ondan istifadə etməyə hardan başlayırıq? Hər bir dil kimi hər şey ilk sözlərdən başlayır. Gəlin elə indi kompüterlə danışmağın ən təməl, ən birinci addımını öyrənək. Və bu ilk söz, bu ilk əmr, print funksiyasıdır. Bunu proqramlaşdırmanın salamı kimi düşünə bilərsiniz. Söhbətə başlamaq üçün ilk addım budur. Sanki kompüterə deyirsən ki, bir dəqiqə bax, bunu ekranda göstər. Baxın, dərslikdəki nümunə də çox sadədir. Print, sanayi. Nəticə, ekranda sanayi sözünü görürük. Bəlkə də çox bəsit görünür, amma bu əslində çox böyük bir şeydir. Biz indicə kompüterə bir əmr verdik və o bizə qulaq asdı. Bu bir sətirlik kodla ilk dialoqumuz baş tutdu. Yaxşı, kompüter artıq bizə qulaq asır, amma biz ona dediyimiz şeyləri necə yadda saxlamağa məcbur edə bilərik? Düşünün, məlumatı bir yerə qoymalıyıq ki, sonra lazım olanda götürə bilək. Məhz bunun üçün dəyişənlər var. Onları etiketlənmiş, yəni adları olan kiçik yaddaş qutuları kimi təsəvvür edə bilərsiniz. Gəlin nümunəyə baxaq. A bərabərdir texnologiyaya yazanda, biz əslində texnologiya sözünü götürüb üzərində A yazılan bir qutuya qoyuruq. Sonra print A deyəndə isə kompüterə tapşırırıq ki, get o A qutusunun içinə bax və orada nə varsa mənə göstər. Görürsünüz, məntiq çox sadədir. Artıq proqramımız həm danışa, həm də bəzi şeyləri yadda saxlaya bilir. Amma bu hələ başlanğıcdır. İndi gəlir ən maraqlı hissə. Gəlin proqramımıza bir beyin verək, ona düşünməyi öyrədək. Bəs sual budur. Cansız bir kod yığını, bir proqram necə qərar verə bilər? Onu ağıllı edən nədir? Cavab şərt məntiqində gizlidir. Yəni, if və else, əgər və əks halda. Bu, bizim gündəlik həyatda verdiyimiz qərarlardan heç fərqlənmir. Məsələn, əgər hava yağışlıdırsa, çətir götürürsən. Əks halda, yəni yağışlı deyilsə, götürmürsən. Proqramlar da məhz bu sadə məntiqlə düşünür. Dərslikdəki nümunə də çox tanışdır. Şifrə yoxlaması. Baxın, kod deyir ki, if a, e, g, y, c, z password, yəni əgər daxil edilən parol A yaddaşdakı parolla password eynidirsə, ekrana xoş gəldiniz yaz. Else, yəni əks halda səhv parol yaz. Proqram sadəcə iki yolu müqayisə edir və birini seçir. Bu qədər. Deməli, proqramımız artıq qərarlar verə bilir. Çox gözəl. Bəs yeni bir problem ortaya çıxsa, məsələn, eyni əməliyyatı 100 dəfə təkrarlamaq lazım gəlsə, nə edəcək? Və ya yüzlərlə fərqli məlumatı bir yerdə necə saxlayacaq? Bax, məhz bu məqamda səhnəyə döngülər və siyahılar çıxır. Fərqi görmək üçün bu müqayisəyə baxın. Solda 1-dən 4-ə qədər saymaq üçün 4 fərqli print əmri yazılıb. Çox yorucudur. Sağda isə bir döngü var. Biz sadəcə kompüterə deyirik, A 4-dən kiçik olduğu müddətcə saymağa davam et və nəticəni göstər. Bir neçə sətirlə, yüzlərlə, hətta minlərlə təkrarı idarə edə bilərik. Döngünün gücü budur. Yaxşı, təkrarlanan işləri həll etdik. Bəs məlumatların özü, yüzlərlə adı, minlərlə rəqəmi harda saxlayaq? Dağınıq şəkildə yox, əlbəttə.
Bizə onları bir yerdə, nizamlı saxlayan bir qab, bir konteyner lazımdır və proqramlaşdırmada bu konteynerin adı siyahıdır. Elə bil ki, rəqəmsal bir alış-veriş siyahısıdır. Amma istədiyin vaxt dəyişə bilirsən. Və Python bu siyahılarla işləməyi çox asanlaşdırır. Baxın, append ilə siyahının sonuna yeni bir şey əlavə edə bilərsiniz. Remove ilə istəmədiyiniz bir şeyi silə bilərsiniz. Sort ilə isə bütün siyahını bir anda səliqəyə sala, yəni sıralaya bilərsiniz. Hər şey üçün hazır bir əmr var. İndi isə gəldik ən həyəcanlı məqama. Bu qədər nəzəriyyə bəsdir. Gəlin öyrəndiyimiz hər şeyi, printi, dəyişənləri, if şərtlərini, yəni bütün o kiçik blokları götürüb birləşdirək və onlardan real, işləyən bir proqram yaradaq. Məsələn, sadə bir kalkulyator. Amma birbaşa koda keçməzdən əvvəl gəlin bir memar kimi düşünək. Əvvəlcə planı cızmalıyıq. Proqramımız necə işləyəcək? Çox sadə. Birincisi, istifadəçini salamlayıb seçimləri göstərəcək. Sonra ondan bir əməliyyat seçməsini istəyəcək. Üçüncüsü, 2 rəqəm alacaq, onları hesablayacaq və sonda cavabı göstərəcək. Məntiq budur. İndi isə koda baxaq. Görürsünüz, proqramımız əvvəlcə toplama və çıxma seçimlərini yaradır və sonra raw input ilə istifadəçidən seçim etməsini istəyir. Və istifadəçinin seçimi sek adlı o yaddaş qutusunda saxlanılır. Artıq bildiyimiz şeylərdir. Və sonra proqramımızın beyni işə düşür. If sek bərabər 1, yəni əgər istifadəçinin seçimi 1 idisə, proqram hərəkətə keçir. İstifadəçidən 2 dənə ədəd istəyir, onları toplayır və printinə cavabı ekrana yazır. Bax bu, bir neçə dəqiqə əvvəl öyrəndiyimiz o şərt məntiqinin real həyatda işləyən bir proqramda tətbiqidir. Beləliklə, biz ilk proqramımızı yaratdıq. Bu, həqiqətən də böyük bir addımdır. Amma unutmayın, dərslik də bizə bunu deyir. Bu, sadəcə bir başlanğıcdır. Səyahətimiz burada bitmir. Bəs bundan sonra nə gəlir? Daha da maraqlı şeylər. Məsələn, funksiyalar yaradaraq öz şəxsi əmrlərinizi icad edə bilərsiniz, yaxud proqramlarınızı səhvlərə qarşı daha dayanıqlı, daha ağıllı edə bilərsiniz. Hətta başqalarının yazdığı hazır kodları, yəni modulları, öz proqramınıza daxil edib onlardan faydalana bilərsiniz. Və sonda gəlib bu nəticəyə çıxırıq ki, proqramlaşdırmanı öyrənmək əslində sadəcə kod yazmaq deyilmiş. Bu yeni bir düşüncə tərzidir. Problemlərə fərqli yanaşmaq, onları məntiqi addımlara bölərək həll etmək bacarığıdır. Və bu bizi son, amma bəlkə də ən vacib suala gətirir. Əgər sizin əlinizdə dünyanı dəyişə biləcək bu alət olsaydı, siz ilk olaraq hansı